Məlum məsələdir ki, cənab prezident öz çıxışlarında dəfələrlə qeyd edib ki, danışıqlar ancaq Ermənistan və Azərbaycan arasında gedə bilər. Çünki burada söhbət sülh müqaviləsinin imzalanması, delimitasiya, demarkasiya və bu prinsiplərdən çıxış edərək danışıqlar aparıla bilər. Bəli, Münhen Təhlükəsizlik Konferansında da cənab prezident bir daha qeyd etdi ki, Qarabağda yaşayan ermənilər ancaq icma şəklində və Qarabağ erməni icması adından hansısa müraciət edə bilərlər və yaxud hansısa danışıqlarda iştirak edə bilərlər. Yəni, danışıq da təbii ki, Azərbaycan Konstitusiyasına uyğun olaraq Azərbaycanın daxili problemləridir. Vardanyana gələndə, Vardanyan heç bir vaxt bu icmanın üzvü olmayıb və Rusiya tərəfindən siyasi maraqlara uyğun olaraq ora təyinat alıb. Bu hansı icmanın adından danışa bilər? Nədən danışa bilər? Bu əgər bir gün belə orada yaşamayıbsa, əsas məramı məqsədi siyasət olduğuna görə bundan başqa danışıqlarda iştirak edə biləcək şəxslər də mütləq şəkildə Azərbaycan Konstitusiyasına uyğun olaraq hansısa hərbi və digər cinayət etməyən şəxslər ola bilər. Yəni, bu Azərbaycanın daxili işidir. İcma şəklində Qarabağda yaşayan erməni icmasının Azərbaycanın daxilində danışıqlar aparması bu mümkündür. Lakin burada hansısa status, bunların danışıq statusu, bunlar qeyri-mümkün məsələdir və bunların kimlə danışıq aparılması Azərbaycan tərəfindən ayırd ediləcək və Azərbaycan tərəfinin birmənalı şəkildə diktəsi və razılığı ilə həyata keçirilə bilər.